Dərsimiz olacaq bakteriyalar və bakteriyalarda nədən danışmalıyıq biz? Birinci növbədə bakteriya nədir, nə zaman yaranıb, kim tərəfindən yaradılıb, kim tərəfindən yaradılıb deyərkən, yəni kəşf olunub. Deyirik ki, bakteriyalar bir hüceyrəli olan canlılardılar. Biologiyada 4 aləm sadalamışdıq: bitkilər, heyvanlar, bakteriyalar və göbələklər. Bakteriyalar ayrıca bir aləm kimi öyrənilir və təbiətdə onların sayı saysız-hesabsız şəkildədir. Yəni, hələ onların dəqiq sayı kəşf olunmayıb. İlk dəfə bakteriyalar kəşf edən alim 1877-ci ildə bu işi görür və alimin öz adı da Robert Koch olur və ilk dəfə bakteriyanı Koch adlandırır və onun ilk aşkarladığı bakteriya da vərəm bakteriyaları olur. Vərəmin törədiciləri də çubuq şəkilli formada olan bakteriyalardır. Bunlara biz basillər deyəcəyik. Basillər, çubuq şəklində olanda basillər adlandırılır. Yəni vərəm basillərini ilk dəfə araşdırır. Belə ki, o neyniyir? Vərəm xəstəsinin ağciyərindən bir preparat hazırlayır və mikroskop altında baxmağa başlayır. Və Koch burada nazik çubuq şəkilli cisimlər görür və onları ilk dəfə Koch çubuqları adlandırır. Amma sonradan artıq aşkarlayır ki, onlar nə imiş? Bakteriya imiş və onların xüsusiyyətləri, quruluşları məhz tamam fərqlidir. İndi birinci danışırıq bakteriyaların görünüşü haqqında. Deyirik, bakteriyalar çox kiçik ölçülərdə olan bir hüceyrəli orqanizmlərdir. Mikroskopdan istifadə eləmədən onları adi gözlə müşahidə etmək mümkün deyil. Bakteriyaları öyrənən elm sahəsi də məhz olur bakteriologiya elmi. Bakteriya sözünün mənası çubuq deməkdir. Necə ki, məhz Koch ilk dəfə neyniyir? Bunu çubuq şəklində görür, yəni vərəm çubuqlarına baxır və bakteriyanın çubuq şəklində gördüyünə görə bunları bakteriologiya adlandırır bu elmin adını. Birinci danışaq biz bu bakteriyaların görünüşü haqqında və bu sxemi əzbər yadımızda saxlamağımız vacibdir. Çünki imtahanda bunlarla bağlı sual salacaqlar bizə. Deməli, birinci növbədə onların qatlarına baxırıq, yəni hansı qatlardan təşkil olunur. Burada biz qoruyucu kapsul hissəni görürük. Bu gördüyümüz qoruyucu kapsuldur. Deyirik ki, məhz bakteriya ən üstdən qoruyucu kapsulla örtülür. Qoruyucu kapsulun altında isə hüceyrə divarı yerləşir. Bax, bu gördüyümüz hüceyrə divarıdır. Onun içərisində hüceyrə divarı yerləşir və ondan da içəridə plazmatik membrandır. Biz deyirik axı, bakteriyanın qılafı var. Qılafın da xarici divarı hüceyrə divarı idi, içəridə isə plazmatik membran yerləşirdi. Burada da eynidir. Sadəcə bakteriyanın üst hissəsində kapsul da var. Bu kapsul ola da bilər, olmaya da bilər. Yəni kapsullu bakteriyalar da var, kapsulsuz bakteriyalar da var. Bu isə onun nə idi? Qamçısıdır. Bu qamçı vasitəsilə nə edir? Məhz hərəkət həyatı keçirilir. Bu qamçı da olsa da olar, olmasa da olar. Bəzən bakteriyanın şəklini verir və soruşur ki, bunları rəqəmlərlə göstərir. Məsələn, qamçıya 5 qoyur, kapsula 4 qoyur, məsələn, bunun xromosomlarına məsələn 2 qoyur və s. rəqəmlər qoyur. Deyir ki, hansı hissə olmasa da olar. Deyirik, hansı hissə? Bir kapsul hissəsi, yəni 4, bir də qamçı hissəsi, yəni 5 olmaya bilər. Amma digər hissələr mütləq olmalıdır. Hansı hissələrdir o? Qılafdır, yəni hüceyrə divarı və plazmatik membran mütləq olmalıdır. Sonra onun daxilində sitoplazma hissəsi yerləşməlidir. Sitoplazma daxili maye mühiti təşkil edəcək. Yarım həlməşik formada olacaq. Bunların içərisində ribosomlara rast gələcəyik ki, ribosomlar zülal sintezini həyata keçirdir və ribosomlar bütün hüceyrələrdə var. İstəyir prokaryot, istəyir evkaryotlarda. Bakteriyada biz ilk dərslərimizdə öyrənəndə demişdik ki, prokaryot canlılardılar. Niyə prokaryotdular? Çünki nüvələri yoxdur. Onların bu gördüyümüz xromosomlar, yəni irsi məlumat daşıyıcıları hardadır? Sitoplazmanın içərisindədir. Deməli, bu ortadakı nəymiş? Xromosom imiş. Xromosom nədir? Xromosom irsi məlumat daşıyıcısıdır deyirik bir daha. Və sitoplazmada dağınıq halda yerləşir. Çünki onun nüvəsi yoxdur. Bakteriya nə imiş? Bakteriya prokaryot imiş. Pro sözünün mənası əvvəl, karyot sözü isə nüvə idi. Prokaryot canlı nüvədən əvvəlki canlılar deyə nəzərdə tutulacaq. Biz bu şəkli özümüz üçün aydınlaşdırdıq və şəkildə bir daha baxırıq, hansı hissələri gördük. Baxırıq, kapsula hissəsini görürük, qamçı hissəsini görürük. Olsa da olar, olmasa da olar. Sonra ondan daxildə qılafı görürük. Qılafın iki hissəsini gördük. Hüceyrə divarı və plazmatik membran. Çölə tərəf olan hissəsi hüceyrə divarı, içəriyə doğru olan hissəsi plazmatik membran. Yəni daxili membran olur plazmatik membran. Ondan içəridə yerləşdi sitoplazma hissəsi.
Sitoplazmanın da mərkəzində yerləşdi xromosomlar. Bunların nüvəsi yoxdur, çünki prokaryotdular. Xromosomlar irsi məlumat daşıdılar. Bundan başqa ribosomlar yerləşdi ki, ribosomlar bütün hüceyrələrə xasdır. Bu qara rəngdə gördüklərimiz ribosomdur. Bunlar üzvü maddə olan zülalı hazırlayırlar və bütün hüceyrələrdə var. İstir prokaryot olsun, istir eukaryot olsun. Bundan başqa isə içəridə ehtiyat maddələr var. Bu gördüyümüz sarı-sarı göstərilən hissələrdə ehtiyat maddələrdir və bakteriyanın qidalanmasında iştirak eləyəcəklər. Bu oldu bakteriyanın xarici quruluşu haqqında məlumatımız. Və deyirik ki, bakteriyaların həyat fəaliyyətindən danışarkən, bakteriyalar yaxşı mühitdədirlərsə, qidalı bir mühitdədirsə, tez-tez çoxalırlar. Yox, yaxşı mühit yoxdursa, yemək çatışmırsa, su yoxdur, hava yoxdur, temperatur yerində deyil, bu zaman bakteriya spor əmələ gətirir. Spor əmələ gətirmə nə deməkdir? Bu gördüyümüz sxem spor əmələ gətirmə sxemidir. Burada nə baş verəcək? Bu bir bakteriyadır. Bu bir bakteriyadır. Bakteriyanın nəyin görürük? Qılafını görürük, sitoplazmasını gördük. Sonra yavaş-yavaş nə baş verəcək? Bunun əsas hissəsi, yəni o irsi məlumatlar olan hissə, xromosom hissə gəlir yavaş-yavaş yığılır onun bir tərəfinə. Gördüyümüz kimi, gördünüz? Bir tərəfinə yığılır. Sonra isə nə edəcək? O yavaş-yavaş məhz aşağıya doğru gəlir. Tam tən ortada dayanarkən öz kənarları məhz nə əmələ gətirir? Spor əmələ gətirəcək. Bu kənarda olan sitoplazmanın artıq hissələri, bax bu hissələr məhv olub gedəcək. Ortada spor hissə qalacaq. Hansı ki, o əsas lazımdır bakteriyanın bir növ sağ qalması üçün. Sağ qalmağa nə lazımdır? Onu həmin bu xromosom hissəsi sağ qalmalıdır. Eyni zamanda ribosomlarından bir hissəsi sağ qalmalıdır ki, o sonradan təzədən özünə inkişaf elətdirə bilsin. Deməli, bu spor qalır. Deməli, pis mühitdə spor əmələ gətirir bakteriya. Sonra yaxşı bir mühit gələrsə, qida gələrsə, rütubət yaranarsa, hava yaxşılaşarsa, həmin sporun içərisindən başlayır çıxmağa və təzədən öz fəaliyyətinə davam edir. Artıq qidalanır da, tənəffüs də eləyir, sonra bölünüb çoxalır. Yəni spor vəziyyətində qidalanmır, spor vəziyyətində qida qəbul etmir, spor vəziyyətində demək ki, çoxalmır, bunların heç birini həyata keçirmir, həyati proseslərini dayandırır yəni. Amma əlverişli bir mühitdirsə çox tez-tez çoxalır, böyüyür, artır. Bundan başqa bakteriyalar nə zaman məhv ola bilərlər? Yəni tamamilə məhv olması çox soyuq olarsa, həddən artıq çox isti olarsa, düzdür, bu ekstremal vəziyyətlərə dözə biləcək səviyyədə bakteriyalar var. Amma indi bütün bakteriyalarda belə deyil də. Məsələn, qaynar su olsun, yəni çox həddən artıq çox qaynar su, su buxarı, bunların hər biri məhz bakteriyaları məhv eləyə bilər. Eyni zamanda bakteriyanın sporlarını da məhv eləyə bilər. Amma məsələn, təbiətdə olarsa, yox. Təbiətdə spor əmələ gətirir, qalır. Yaxşı mühit gələndə təzədən öz inkişafına davam edir və bu sporlar uzun müddət bu formada qala bilirlər. Bir neçə ilə qədər qala bilirlər bu sporlar bu vəziyyətdə. Sonradan yenidən fəaliyyətə başlaya bilirlər. Sonra gəlirik digər hissəyə. Məhz deyir ki, bakteriyaların qida maddələri özləri hazırlayanda var, digər canlılarla qidalananı da var. Yəni, bakteriyalar nə olacaq? Bakteriya iki cür qidalanacaq. İki cür qidalanacaq. Bunlar hansılardır? Avtotrof, biz bu sözləri təbiət dərsində keçmişik, avtotrof və heterotrof bakteriyalar. Avtotroflar özlərinə qida hazırlayır. Heterotroflar isə hazır qidalar qəbul edir. Heterotroflara biz çürümə bakteriyalarını, qıcqırma bakteriyalarını rast gəlirik. Məsələn, bu təbiətimizdə, bu dəqiqə evimizdə, yanımızda oturan, bax, bizim havamızda olan bakteriyalar nədir? Heterotrofdular və saprofitdirlər. Saprofit heç nəyə ziyan vermirlər. Sadəcə ölmüş canlılarla qidalanırlar. Məsələn, biz stolun üstünə qoysaq bir meyvəni, tutaq şaftalını qoysaq stolun üstünə, bir müddətdən sonra nə olacaq? O şaftalı yavaş-yavaş nə edir? Çürüməyə başlayır. Onu çürüdən nə olur əslində? Onu çürüdən məhz havada olan bu bakteriyalar olur. Yəni, onlar kənarda durmuş, ölmüş canlılara təsir göstərirlər, canlılara yox. Amma məhz heterotroflardan var parazitlər. Parazitlər xəstəlik yaradırlar. İnsanlarda xəstəlik yaradır, heyvanlarda, bitkilərdə müxtəlif xəstəliklər yaradırlar. Onların ölməsinə səbəb olurlar bəzən də. Avtotroflar isə özlərinə qida hazırlayırlar. Yəni, bunların başqa canlılara ehtiyacı yoxdur. Onlar bir növ suyu və karbon qazını qəbul edirlər. Günəşin təsirindən, yəni fotosintez prosesi yerinə yetirirlər də, belə deyək.
Və bundan əlavə də bir də var xemosintez eləyənlər, onlar da böyük siniflərdə keçəcəksiniz ki, bu nə deməkdir? Sadəcə bu qidalanma üsullarını, gedişatını əzbər bilmək lazımdır. Sonra gəlirik bakteriyaların formasına görə növlərinə. Bakteriyalar özləri formalarına görə 4 cür olacaqlar. Var koklar, kok bakteriyaları. Kok bakteriyası dairəvi formadadır. Deməli, formasına görə 4 cür olacaq. Yumru-yumru olanda, bu formada yumru-yumru olanda bunların adı olacaq kok. Kok olacaq. Sonra vergül şəklində olanda bunlar olacaqlar vibrionlar. Neymiş? Vibrion. Var sonra spiral şəklində olanlar. Bunlara biz deyəcəyik spirillalar. Spirillalar. Biraz da oxşuyur sözlər, ona görə qarışdırmırıq bunu. Spirillalar spiral formasındadır. Bir də bundan başqa var, məhz çubuq şəkillilər. Çubuq şəkillərə deyirik basillər. Basillər. Deməli, nə oldu? Yumru formada oldu. Vergül şəklində, spiral formasında, bir də çubuq şəklində oldu. Yumru olanda kok bakteriyaları, vergül şəklində olanda vibrionlar, spiral şəklində olanda spirillalar, məhz çubuq şəklində olanlar isə basillər adı qoyuruq. Burada gördüyümüz kimi bir çox bakteriyanın görünüşünü verib bizə. Deməli, nəyə baxırıq? Görürük ki, vərəm törədiciləri, yəni vərəmin yaradıcısı olan həmin bu çubuqlar gördüyün nə formadadır? Bax, belə bir formada, basil formasındadır, yəni çubuq formasındadır. Buna biz vərəm basili deyirik. Vəbanı görürük, necədir belə? Bu formada bir vergül əmələ gətirir. Vəbanın yaradıcı bakteriyaları məhz vibrionlardılar. Sonra məhz burada taunu görürük. Taunda da nə var imiş? Həmin bu çubuq şəklində olan quruluşları izləyə bilirik. Bunlar olurlar məsələn bakteriyaların görünüşlərinə görə, formalarına görə növləri. Və bakteriyalar həmişə ziyanlı deyirlər. Yəni biz deyəcəyik ki, təbiətdə çox-çox önəmlidir bakteriya. Bakteriya olmasaydı yer kürəsində yaşayış mümkün olmazdı hətta. Deyirik ki, bakteriyalar başqa nə harda istifadə olunurlar? Deyirik, çirkəb suların təmizlənməsində iştirak eləyirlər, pendirin, qatığın istehsalında iştirak eləyirlər. Məsələn, biz südü qatığa çevirəndə əslində bunu yerinə yetirən nədir? Bakteriyalardır. Məsələn, qatığın içində öz bakteriyaları olur, belə nəzərdə tutsaq, bakteriyaları olur. Sonra südün içinə nə edirik? Qatığı qatırıq, sonra ağzını bağlayırıq da, isti mühit yaradırıq. Sonra deməli, isti bir mühit yaradırıq və bu isti mühitdə nə edirik? Qatığı tökürük, qatığın içində əslində olan bakteriyaları əlavə edirik də südə. Sonra süd nə edir? Yavaş-yavaş bakteriyalar südü qatığa çevirirlər. Sonra isə pendirin yaranmasında da bundan istifadə olunur. Sonra deyirik ki, dərman sənayesində bakteriyalardan istifadə olunacaq. Bakteriyalar əlverişli şəraitdə müəyyən ölçüyə çatandan sonra isə bölünüb çoxalacaqlar. Bəs yaxşı, onların bölünüb çoxalması sxeminə harda baxırıq? Öyrəndiklərinizi tətbiq edin hissədə baxırıq. Bunu aydınlaşdırır, çünki buna uyğun məsələ salırlar, məsələ olur. Deməli, nə istəyir bizdən? Deyir ki, bir bakteriya bir saatda 3 dəfə bölünür. Deməli, neçə dəqiqədən bir bölünür? 20 dəqiqədən bir. Bax, 20 dəqiqə, 20 dəqiqə, 20 dəqiqə. Deməli, 3 dəfə 20 dəqiqədən bir bölünür. Bir saatda 3 dəfə bölünmə həyata keçirilir. 3 dəfə bölünmə nə deməkdir? 20 dəqiqədən bir bölünmə deməkdir. Və 20 dəqiqədən bir bölünərkən nə yaradır? Bir bakteriyadan 2 bakteriya əmələ gəlir, 2 bakteriyadan 4 bakteriya əmələ gəlir, 4 bakteriyadan 8 bakteriya əmələ gəlir. Deməli, bir saatda bir bakteriyadan 8 dənə bakteriya əmələ gəlir. Biz bunu tətbiq eləməliyik artıq məsələlərdə. Məsələlərə necə tətbiq eləyək? Məsələn, bizə desək ki, 2 bakteriya 2 saatda nə qədər bakteriya əmələ gətirər? Nə qədər bakteriya əmələ gətirər? Tutaq ki, belə bir məsələmiz var. Biz bu məsələni necə həll eləyək? Məhz bunun üçün bizdə nə var? Bunun üçün bizdə düsturlar var. Düstur nədir? Düstura baxırıq, necə yazırıq? Yazırıq NT bərabərdir. N 0 vurulsun. 2 üstü N. Neymiş düstur?
NT bərabərdir N0 vurulsun 2 üstü N düsturu. Bu düsturdan nə cür istifadə edirik və bu sözlər nə deməkdir? Yəni NT nədir, N0 nədir? N0 başlanğıc bakteriyadır. Neçə dənə bakteriya ilə başlayırıqsa odur. NT nədir desələr, NT yaranan bakteriyadır, yəni əmələ gələn bakteriyadır. Müəyyən bir vaxtdan sonra əmələ gələn bakteriya NT-dir. 2 üstü N yazmışam. Bu N nədir? N isə nəsillərin sayıdır. Nəsil hansıdır deyə baxsaq, deyir ki, bir bakteriya bir saatda 3 nəsil əmələ gətirir. Baxın, elə bil ki, bu valideyndir. Bu nədir? Birinci nəsil nə olacaq? Onun uşaqları. İkinci nəsil nə olacaq? Onun nəvələri. Üçüncü nəsil nə olacaq? Onun nəticələri. Elə bil ki, 3 nəsil əmələ gəlir də. Bir bakteriyadan bir saatda 3 nəsil əmələ gəlir. Bunu yadımızda saxlasaq, 2 saatda neçə nəsil olacaq? 6 nəsil, 3 saatda 9 nəsil, 4 saatda 12 nəsil. Hər dəfə saatı vururuq, nəslə tapırıq. İndi mən burada bir sual yazmışdım. 2 bakteriya 2 saata nə qədər bakteriya əmələ gətirər? Deməli, 2 bakteriya nədir bizim üçün? N0-dır. N0-ın yerinə qoydum 2. Vurulsun. 2 üstü N-im nəsildir. Nəsli hardan tapacam? Saatdan. Yadınızda dedim 1 saata 3 nəsil əmələ gəlir. Nəsildirsə 2 saatda neçə nəsil əmələ gələcək? 6. 6. Deməli, bu 2 üstü 6 deməkdir. N-imin yerinə 6 qoydum. Çünki 2 saat deyib baxın mənə məsələdə. İndi 2 vurulsun 2 üstü 6-da cavabı neçə alsam, bu əmələ gələn bakteriyaların sayıdır. 2 üstü 6 nə deməkdir? 2 üstü 6 deməli 64 deməkdir. 64 demək. İndi 2 üstü 2 nədir? 4-dür. 2 üstü 3 8-dir. 2 üstü 4 16-dır. 2 üstü 5 32-dir. 2 üstü 6 məhz 64-dür. 2-ni vururam 64-ə eləyir 128. Deməli, 2 dənə bakteriya 2 saatda 128 dənə bakteriya əmələ gətirər. Bu düsturu anlasaz, bu düsturu çox asanlıqla məsələləri həll eləmək olacaq. Bunu məntiqlə də eləmək olar, məntiqlə çox uzun gedir. Bəzən də səhvlərə yol vermək olur. Amma biz nəyi, hansı fikirlər daha əsas idi, onlara bir daha qaydaq. Deməli, burada nə öyrəndik? Dedik ki, bir bakteriya 1 saatda 8 bakteriya əmələ gətirir. Bir bakteriya 1 saatda 3 nəsil əmələ gətirir.